Deməli, gecənin bir aləmidir. Arvad görür ki, nəsə kişi yerində qurcalanır. Elə deyir ki, necə verim, hardan verim, yox, verə bilməyəcəm. Ay, arvad, verə bilməyəcəm. Bunu kişidir. Hə, bunu kişidir. Arvad qulaq asır. Deyir, ay kişi, nə olub sənə? Kişi öyle qalxır. Deyir, bismillah. Arvad, ay arvad, bilirsən də, mən o qapı qonşuya pul borc deyəm. Sabah o pulu verməliyəm. Məni fikir götürür. Narahatam, yata bilmirəm o pulu hardan verəcəyim. Arvad belə baxır kişiyə deyir. Nə olub, arvadın ölüb? Narahat olma, bu saat gəlirəm. Arvad gedir. Kişi deyir, ay arvad, hara getsən? Gecə saat 3'də hara gedirsən? 10 dəqiqə, 15 dəqiqədən sonra arvad qayıdır, gəlir. Deyir, hə, kişi, qadan alım, rahatça yatqinə. Deyir, hara getdin, hardan gəlsən? Deyir, getdim qonşuya dedim ki, bilirsən nə var? Mənim əlim sənə borcludur. Sənin sabah surokundur da. Bax, nə sabah, nə birisi gün, ümumiyyətlə sənə borc qaytarmayacaq. Hindi sən səhərəcək. Qoy, sən narahat oluyor. Hindi qoyun narahat olur. Əlbəttə, mən də Azoba kimi, sizin kimi əlbəttə danışa bilmərəm. Balaca, bu da mənim. Çox sağ ol. Çox sağ ol. Avtandil yaman güldü.